Salam əziz izləyicilər, salam dostlar. İlham Əliyev rejimi, İlham Əliyev hakimiyyəti artıq ikinci gündür ki, repressiya dalğasını genişləndirib, repressiya dalğasının şiddətini artırıb. Bilirsiniz ki, Azərbaycan Xalq Cəbhəsi partiyasına qarşı çox ciddi sərb yürüyüş başlayıb. Partiyanın sədri Əli bəy, Əli Kərimli, partiyanın rəisət heyətinin üzvü, eyni zamanda Ali Məclisin katibi Məmməd İbrahim saxlanılıb, onlarla bağlı yekun qərar hələ verilməyib. Dünən Əli bəyin evində axtarış aparılıb, Məmməd İbrahimin evində axtarış aparılıb. Partiya fəalı Faiq Əmirli saxlanılıb, Əli bəyin ictimai əsaslarına olan mühafizəçisi Ruslan Əmirli saxlanılmışdı. Gədəbəydə Salih Rüstəmli saxlanılıb və Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb, onun Türkiyədə oturum icazəsi, oturum izni ləğv olunub və deport kampına aparıblar, yəqin ki, Azərbaycana göndərəcəklər. Bu gün saxlanılanlardan bir neçə nəfərin buraxılıblar, Faiq Əmirli, Ruslan Əmirli buraxılıb, Salih bəy buraxılıb. Bu dövlət mediasında da yazıldığı kimi bu həbslərin Ramiz Mehdiyevlə əlaqələndiriblər. İlham Əliyev Rusiyaya qarşı mübarizə aparan adamları Rusiyaya işləməkdə suçlayır. Absurdun absurdudur. Cəmil Həsənlini Dövlət Təhlükəsizlik Xidmətinə çağırıblar, şahid qismində güya ifadə alacaqdır. Cəmil Həsənli, Əli Kərimli bu adamlar Azərbaycan Milli Hərəkatında, müstəqillik uğrunda hərəkatda iştirak edən adamlardır. Azərbaycan Xalq Cəbhəsinin partiyalaşmasından əvvəl onun yaradıcılarına, onun təməlini qoyan adamlardandır. Rusiya imperiyasına qarşı mübarizə aparan adamlardır. Bu gün İlham Əliyev Xalq Cəbhəsi partiyasının, Milli Şuranın üzvlərini, Cəmil müəllimi, Əli bəyi Rusiya ilə əlbir olmaqda suçlayıb. Absurddur. Atası KGB generalı olan, illərlə Rusiyanı köləlik edən, nökərçilik edən İlham Əliyev Rusiyaya qarşı mübarizə aparan, müstəqillik memarlarından olan şəxslərə Rusiyaya agentlikdə ittiham edir, Rusiyaya işləməkdə ittiham edir. Rusiya Azərbaycanda dəfələrlə demişəm, yenə deyirəm ki, Rusiya Azərbaycanda işləyən ailə Əliyevlər ailəsidir. Siz görmüşsünüz də İlham Əliyevin evində Putin necə otururdu. Sinəsi başı açıq, gülür, əlini özünə ev sahibi kimi aparır. Putin Əliyevin ailəsində hər kəsin sinəsinə bir Rus medal taxıb. Mehribanın sinəsinə də taxıb, Arzunun da, Leylanın da. Bu medallar Rusiyaya xidmətə görə verilib. Rusiyaya nökərçiliyə, köləliyə görə verilib. Rusiya gətirib Heydər Əliyevi hakimiyyət. İlham Əliyev kimi Rusiyaya işləməkdə suçlaya bilər? Heydər Əliyev KGB generalı olub. Heydər Əliyev Rusiyanın Azərbaycandakı baş kəsəni olub. KGB generalı olmağı nə bilirsiniz nə deməkdir? KGB generalı olmağı o deməkdir ki, sən baş kəsənsən. Heydər Əliyev Azərbaycan xalqının başını kəsə-kəsə general rütbəsini alıb. O, Naxçıvanda Sukalıqdan başlayıb generallığa qədər uzun bir qanlı yol keçib. Həm Sovet dövründə, həm Sovetdən sonraki illərdə Rusiyanın köləsinə çevirib Azərbaycan. Həmin İlham Əliyevdir də Rusiya ilə strateji müttəfiqlik haqqında müqavilə bağladı. Səhərsi gün Rusiya Ukraynaya hücum elədi, müharibə elədi. Həmin İlham Əliyevdir ki, indi Rusiyanı sanksiyalardan yayındırmaqdan ötürü Rusiya neftini satır. Azərbaycanın 2 gəmisi sanksiyalar siyasına düşür. Rus nefti satdığına görə. Azərbaycanın Türkiyədəki zavodu sanksiyalar siyasına düşüb Rusiya neftini emal elədiyinə görə. İlham Əliyevin tabiçiliyində olan, İlham Əliyevin yaratdığı, onlarla şirkət düşüb sanksiyaya. İlham Əliyevin onlarla işçisi Avropa Birliyinin, Böyük Britaniyanın sanksiyalar siyasındadır. Ki, İlham Əliyev Rusiyaya nökərçiliyi, köləliyi. Kim daha gedir? İlham Əliyevdir mi? Yoxsa Azərbaycan müxalifətidir? Niyə Azərbaycan müxalifətini Rusiya ilə calayırlar? Niyə bu kampaniya apardılar? Azərbaycan müxalifətini, Əli Kərimli, Xalq Cəbhəsini, digərlərini, müstəqil jurnalistləri, müstəqil siyasətçiləri, müstəqil qeyri-hökumət təşkilatı liderlərini, rəhbərlərini Avropanın gözündə, Amerikanın gözündə Rusiya casusu kimi təqdim etmək. İlham Əliyevin məqsədi odur ki, bizim hamımızı, Avropada olanları da, Azərbaycanda olanları da,
Avropa Birliği'ndə, Almanya hökuməti qarşısında, Fransa hökuməti qarşısında güya bizim Rusiya agentləri kimi təqdim etməkdir. Bizi tam olaraq müdafiəsiz qoymaqdır. Azərbaycan xalqını tam olaraq müdafiə qoymaqdır. İlham Əliyevin özü tupoydu, kütdür. Elə bilir ki, Avropadakılar da, Amerikadakılar da özü kimi tupoydular. Elə deyil. Bunun məqsədi, bax bu təbliğatın fonunda cinayət işi qaldırdığı adamları Azərbaycana göndərməkdir. Ki güya bu adamlar, içimən qarşı, güya Rusiyanın agentləri. Həyatını Rusiyaya qarşı mübarizəyə sərfləyən adamlar, həyatını Azərbaycan müstəqilliyi uğrunda mübarizəyə sərfləyən adamları Rusiyaya aparıb calamaq istəyirlər. Bu adamlar Rusiyaya qarşı mübarizə aparanda İlham Əliyev Komsomolun üzvü idi, partiyanın üzvü idi Moskvada. İlham Əliyev 20 yanvarda Azərbaycana gəlmir. İlham Əliyev müharibə başlarında Azərbaycana gəlmir. İlham Əliyev son dövrlərə qədər yalan Rusiya əleyhinə yalancı bir-iki bəyanatından başqa Rusiya haqqında heç vaxt mənfi fikir söyləmir. Kimlər haqqında mənfi fikir söyləyib? Elçi bəy haqqında, Rusiyaya qarşı mübarizə aparan adam haqqında. Kimə qarşı mənfi fikir söyləyib? Məmməd Əmin Rəsulzadə haqqında, Musavat Partiyası haqqında. Azərbaycanın istiqlalına imza atan hər bir kəs haqqında İlham Əliyev ağzına gələn hədyanları danışır Moskvanın, Kremlin əmri ilə. Ana Azərbaycanda bir dənə də olsa Rəsulzadənin böyük heykəli varmı? Zaqataldakı heykəli ilə Novxanadakı heykəli istisna olunmaqla. Azərbaycan müstəqilliyini təmin edən adamdır Rəsulzadə. Altında oturduğu bayraq, başının üzərində astığı gerb Rəsulzadə tərəfindən qəbul olundu. O bayraq, o gerbə görə milyardlarla pul qazanıb İlham Əliyev. Və Rəsulzadənin bircə dənə də heykəli yoxdur. Çünki Ruslar istəmirlər. Bu ölkənin Rusiyanın təsiri altına salan İlham Əliyevdir, Əli Kərimli, Cəmil Həsənli, yaxud digərləri deyil. Digərləri demişkən, o susanlar, indi münasibət bildirməyənlər var ki, mən hesab eləmirəm ki, hakimiyyətin yanındadır, amma səslərini çıxartmır, susublar. Onların da adlarını çəkəcəklər. Növbə başqalarına da gəlib çatacaq. Ki, susduqca hamımıza növbə gəlib çatasıdır. İlham Əliyev hesab edir ki, belə yalanlarla, belə böhtanlarla, təzyiqlə, zorakılıqla əbədi hakimiyyətini təmin edəcək. İlham Əliyev müharibədən istifadə edir, Ukrayna müharibəsindən istifadə edir. Və Ukrayna müharibəsindən istifadə edib öz rəqiblərini, tənqidçilərini məhv eləmək istəyir ki, müharibədən sonra Qərb və Avropa fakt qarşısında qalsın və Azərbaycanda Əliyevdən başqa siyasi qüvvə olmadığına razılaşsınlar. Amma belə olmayacaq. Azərbaycan xalqı mübarizəni davam etdirəcək. Əli Kərimlinin həbs olunması Azərbaycan Xalq Cəbhəsi partiyasının dağılmasına nəticələnməyəcək, əmin olun. Xalq Cəbhəsi partiyası böyük partiyadır və illərlə bu partiyanın qərargahı, ofisi olmadan, nə mərkəzi ofislər var, nə rayonlarda ofislər var, amma partiya durur və İlham Əliyev bu qədər dövlət resursu, bu qədər xalqdan oğurladığı pullar, milyardlar, nə bilim, arkasına aldığı Erdoğanlar, arkasına aldığı Putinlərə baxmayaraq, Xalq Cəbhəsi partiyasını dağıda bilmir. Erdoğan demişkən, o qədər bu adam İlham Əliyevin köləsinə çevirdi ki, orada 2 il oturum kartı olan Gültəkin Hacıbəylini Azərbaycan deportası idi. Bundan əvvəl 2 dənə xanım bizim etirazçılardan deportası edib Azərbaycana. Və bu gün siz əmin olursunuz ki, Bayram Məmmədov orada təsadüfən həyatını itirməyib. Və o da İlham Əliyevin sifarişi ilə qətlə yetirilib şeydə. Bütün bu göstərilən, sadalanan nümunələr onu göstərir ki, Bayram Məmmədov da təsadüf nəticəsində həyatını itirməyib. Türkiyədə neçə müxalifətçi, neçə İlham Əliyevin tənqidçisi oğurlanıb, həbs olunub Azərbaycana verilir. Və ora bizim üçün, Azərbaycan müxalifəti üçün qorxulu bir yerə çevrilir. Azərbaycan xalqı onu bilməlidir ki, Azərbaycan müxalifəti heç bir zaman Rusiya ilə işbirliyində olmayıb. Heç bir zaman tarixin heç bir dönəmində. Bu müxalifət, Azərbaycan xalqının həqiqi demokratiya, azadlığını istəyən siyasi qüvvələr Rusiyaya qarşı olub. İstiqlal savaşında iştirak ediblər. Azərbaycanın müstəqilliyi uğrunda gedən hərəkatda iştirak ediblər. Biz Azərbaycan demokratik qüvvələri, Azərbaycan müxalifəti, Azərbaycan xalqının yanında olan qüvvələr Azərbaycanın gələcəyini Avropa Birliyində görür. Rusiyanın yanında yox. Biz hesab edirik ki, Azərbaycan Avropa Birliyinin üzvü olmalı. Biz hesab edirik ki, Azərbaycan
Avropa ailəsinin üzvü olmalı və biz də Avropalılar kimi bir dövlətimiz olmalıdır, bir hökumətimiz olmalıdır. Biz də Avropalılar kimi xoşbəxt yaşamalıyıq. Və İlham Əliyev kimi insanlar Azərbaycan xalqının xoşbəxtliyinin qarşısını ala bilər bir müddət. Amma daimi olaraq bizim qabağımızda qalı ola bilməzlər. Və bugünkü bütün baskılara, bugünkü bütün repressiyalara baxmayaraq demokratiya uğrunda mübarizə davam edəcək. Əmin olsun İlham Əliyev də, əmin olsun Azərbaycan xalqı da. Və Azərbaycan xalqını demokratiya uğrunda mübarizədə aktiv olmağa çağırırlar. Artıq mübarizənin yeni mərhələsinə qədəm qoymuşuq və üzümüzə gələn 1 ay, 2 ay ərzində bu mübarizənin üsulları da müəyyən olunacaq. Bu mübarizənin yönü də, forması da müəyyən ediləcək. Hər birinizə bu rejimə qarşı mübarizədə cəsarət arzulayıram. Sağ olun.